Salam. Yeni videolarımdan xəbərdar olmaq üçün kanalıma abunə olub bildirişləri açmağı unutmayın. Xoş dinləmələr. Sizlərə həyatımdan bir hissə danışmaq istəyirəm. Özümü biraz da olsa rahatlatmaq, bəlkə də mənə yük olan şeyləri atmaq istəyirəm, bilmirəm. Adım Nurlandır. Bir neçə il öncə başıma gələn hadisəni danışacağam sizə. Mən balaca olanda anamla atam vəfat edib. Məni nənəmlə babam böyüdüb. Üstümdə əziyyətlər çoxdur. Anamla atamı tanımadan içimdəki onların boşluğu ilə böyümüşəm. Babamla nənəm nə qədər də onların yoxluğunu hiss etdirməməyə çalışsalar da, əfsuslar olsun ki, hiss edirdim. 2017-ci ildə nənəm vəfat etdi. Gənc yaşda bu qədər ki, insan çox çarəsiz buraxırdı. Nənəm rəhmətə getdiyi 40 gün olmuşdu. 40-ının yeni çıxmasına rəğmən, babam bir gün bir qadınla gəldi evə. Bu qadınla evləndiyini və artıq bizimlə qalacağını dedi. Üzü xaric harca heç bir yerini görə bilmirdim geyiminə görə. Qara çarşaf geyinsə də, təxmini 50 yaşlarında, balacaboy bir qadın idi. Babamdan təxminən 20 yaş balaca idi. Babamı çölə çıxarıb nələr baş verdiyini soruşdum. Bu yaşda tək yaşamaq çətindir bala. Bizə mütləq bir qadın lazım idi. O qadın artıq mənim arvadımdır. Ona görə davran dedi. Yaxşı baba, necə istəyirsənsə dedim. Qadın isə çox qəribə idi. Demək olar ki, heç danışmırdı. Ortalıqda demək olar ki, heç görünmürdü. Evdən çölə çıxdığını da heç görməmişdim. Babam davamlı olaraq gündüzləri məni evdən uzaq tutmaq üçün bağa, tarlaya göndərirdi. Onsuz çox da evdə vaxt keçirməyi sevən birisi deyildim. Amma babamın bu hərəkəti mənə çox təəccüblü gəlmişdi. Ona tez-tez hər şey yaxşıdır, hər şey qaydasındadır deyə suallar verirdim. Amma problem yoxdur. Hər şey qaydasındadır. Hər şey çox gözəldir deyirdi. Babamın gün keçdikcə dəyişdiyinin fərqinə varmışdım. Arıqlamağa başlamışdı. Yuxusuz gecələr keçirdiyi gözlərindəki yorğunluqdan bəlli olurdu. Bir gün yatağımda yatarkən pəncərədən çöldəki səsə oyandım. Bu babamın səsi idi. Əlindəki oraqla pəncərəmin altından keçirdi və öz-özünə deyinirdi. Bu qadınla niyə evləndim? Kaş evlənməsəydim. Deyəsən bizimkilər dalaşıb, deyərək çölə gizlicə baxmağa başladım. Babamın yanında 6-7 nəfər var idi. Tam dəqiq görə bilmirdim. Babam toyuq hininin qapısını açıb bir toyuq götürüb çölə çıxardı. Hinin qarşısındakı böyük köçüyün üstünə qoyub oraqla heyvanın başını kəsdi. Bunu bir neçə dəfə təkrarladıqdan sonra kəsdiyi toyuqları kənarda dayanan adamların yanına apardı. Bir neçə dəqiqə sonra geri gəldi. Babam neynirdi belə? Bunu özündən soruşmalıydım. Beynimdə suallar çox idi və yatağımın içinə yenidən girib yatdım. Babamla səhər həyətdəki işləri bitirib dincələrkən axşamki hadisələri soruşdum. Gözlərini bərəldib sən onları gördün, dedi. Hə baba, 4 dənə toyuq kəsib verdin. Kimidir onlar? Həm də kaş evlənməsəydim deyə deyinirdim. Nə olub deyə soruşdum. Dədəm dərin bir nəfəs alaraq, sənə bunları danışmalıyam. Amma artıq gücüm qalmadı. Biri ilə danışmalıyam bunlar dedi. Bu qadınla evləndiyim gündən heç günüzü görmədim. O qadın bir cindir. Yuxumda evləndik. Necə oldu heç bilmirəm. Gözəl bir yuxu sanarkən həqiqətən də qarşıma çıxdı. Mən sənin arvadınam dedi və öz haqqında danışdı. O qadın bizim evə girdikdən sonra onun kimi olanlar da bizim evə gəldi. Mənim başıma bəla oldular. Tez-tez məndən bir şeylər istəyərək qorxulurlar. Heç gücüm qalmadı. Bir çarəsi yoxdur baba. Bundan qurtula bilməzsən dedim. Bilmirəm. Qurtulmağa çalışsam başıma daha pis şeylər gələ bilər. Məni təhdid edirlər. Bu vəziyyətə öyrəşməliyəm. Sən də bacardığın qədər evdə görünməməyə çalış. Evə girdikdən sonra otağımdan çıxma. Yeməyini özün hazırla. Gecə yatmadan öncə dualarını mütləq oxu dedi. Yaxşı baba dedim. Aradan bir neçə gün keçmişdi. Babamın dediklərini edirdim. Çox ortalıqda görünmürdüm. Otağımdan çıxmırdım. Cümə namazı üçün məscidə getdim. Namaz qıldıqdan sonra, cəmaət dağılışdıqdan sonra imamın yanına getdim. Başımıza gələn hadisəni üstü bağlı formada danışdım. Mənə kömək edə bilməyəcəyini. Amma yaxın kəndlərin birində bu işlərlə məşğul olan və Allah yolunda bir adam haqqında danışdı. İnsanlara cin girməsindən qoruyan biri imiş. Yaxşı, çox sağ olun deyərək oradan çıxdım. Babamla bu şeyləri necə danışacaqdım? Qəbul edəcəkdimi? Etməyəcəkdimi bilmirdim. Kəndin imamı ilə danışdığım 1-2 gün olmuşdu. Babamla birlikdə tarlaya gedərkən yolda mövzunu açıb danışmağa başladım. İlk başda yox, olmaz desə də, sonra razı salmağa bacardım. Birlikdə imamın dediyi kəndə doğru yola çıxdıq. Təxminən 1 saat sonra kəndə çatdıq. Evin harda olduğunu imam demişdi. Qapını döydük, qapını babam yaşlarında birisi açdı. Qapını açar-açmaz girin deyərək həyəcanlı bir şəkildə içəri dəvət etdi. İçəri girər-girməz babama baxaraq, sən nə hallara düşmüsən belə? Başında çox böyük bəla var, sənə bundan qurtarmalıyıq dedi. Babam da, bəli, çox pis vəziyyətdəyik, nəvəm gətirdi, sizin kömək edəcəyinizi dedi. Digər adam, babamla məni baş-başa burax, onunla danışacağım şeylər var dedi. Mən də yaxşı deyib çölə çıxdım. O adamla babam təxminən yarım saat söhbət etdikdən sonra çölə çıxdılar. Hər şeyin düzəldiyini ümid edirdim. Adamla sağollaşdıqdan sonra yola düzəldik. Babama nələr baş verdiyini, içəridə nə danışdıqlarını soruşdum. Adam bir neçə şey deyib, onları etsəm bu bəladan xilas olacağımı dedi.
Babamdan adamın nə dediyini, nə etməlisən deyə soruşdum. O da heç nə, boş ver. Sadəcə bir neçə şey deyib. Onlardan biri də yaradanın adını çəkməməliyəm dedi. Niyəsini soruşdum, amma qane edəcək bir cavab vermədi. Sadəcə onlardan qurtulmaq üçün lazım olan şeylərdən biriymiş. Mən namaz qılan adamam. Necə ola bilər ki, adını çəkməyim? Mən hər işimin başında adını çəkirəm yaradanın dedi. Bu mənim üçün çox çətin olacaq dedi. Səbirli ol baba. Onlardan qurtulduqdan sonra istədiyin qədər adını çəkərsən, dua edərsən. Yetər ki, onlardan qurtul. Gerisi önəmli deyil dedim. Haqlısan bala, haqlısan dedi. Babamla birlikdə həyətə getdik. Biraz işlərimiz qalmışdı. Onları həll edib evə keçdik. Tez-tez babamın gözünün içinə baxırdım. Deməsin də qurtulsun deyə. Aradan bir neçə gün keçmişdi. Mən bacara bilmədim dedi. Gecənin bir vaxtı qapı döyüldü. Açanda heç kim yox idi. Mən də başımı sallayıb la iləhə illallah dedim. Dedi babam. İndi nə olacaq? Yenidən o adamın yanına gedək dedim. Babam razılaşmadı. Oldu keçdi dedi. Babamı heç cür razı sala bilmirdim. Mən də tək getməyə qərar verdim. Olanı bitəni o adama danışdım. Baban artıq bu şeydən qurtula bilməz. Ona dediyim şeyləri yerinə yetirə bilmədi. Bir çarəsi olsa əlimdən gələni edərdim, amma heç bir çarəsi yoxdur dedi. Yaxşı, bəs babamın başına bu şey necə gəlib? Niyə gəlib? Bir məlumatınız varmı dedim. Hə, var. Baban cavanlıqda nənəni çox döyüb dedi. Həm də həddindən çox. Nənən də cahillikdəndirmi, yoxsa əsəbdəndirmi bilmirəm, amma babanı cavab edib. Cavab da nənən öləndən sonra gerçəkləşib. Canını edən də, etdirən də öldüyü üçün cadını pozmaq olmur dedi. Başa düşdüm, çox sağ olun deyərək oradan çıxdım. Nənəm bunu necə edərdi axı? Rəhmətlik belə insan deyildi. Cahillikdən edim çox güman ki, deyə düşünürdüm. Ağlımdakı düşüncələrlə kəndə çatdım. Babama heç nə demədən bir neçə gün sadəcə evdə zaman keçirirdim. Babamla da çox danışmırdım. Ağlımda bir an öncə bundan uzaqlaşmaq, buradan getmək var idi. Bir gün axşam vaxtı qapının önündə babamı gözləyərkən zəng gəldi. Zəng edən babam idi. Xeyirdir inşallah deyərək telefonu açdım. Mən bu gecə evə gəlməyəcəm. Sabah axşam bizim yuxarıda ov etdiyimiz yerə gəl. Çadır qurub ov edəcəyik. Hazırlaş gəl dedi. Yaxşı baba, sabah işlərimi bitirir-bitirməz gələcəm. Deyərək niyə mənə xəbər vermədin? Mən də gələrdim dedim. Annem belə oldu. Gələndə danışarıq dedi. Yaxşı baba, xəbərləşərək deyə zəngi bitirdim. Otağıma keçib qapını bağladım. Onsuz da babam evdə yox idi. Gecə oldu deyərək. Dayanmadan içimdən dua oxuyurdum. Yerimdə uzanıb tavana baxırdım. Bir neçə dəfə yavaşca qapının qolu enib qalxdı. Qapı açılmayanda qapının qolu tez-tez aşağı-yuxarı edib açmağa çalışırdı. Deyəsən babamın arvadı idi. Səsimi yüksəldərək dua oxumağa başladım. Bir müddət sonra qapıdakı səs kəsildi. Səhərə qədər dua oxuyaraq gözlərimi qırpmadan gözlədim. Mən niyə qorxutmağa çalışmışdı ki? Hava aydınlananda həyətə getdim. İşlərimi bitirdikdən sonra babamın istədiklərini və ov tüfəngini alaraq dağa tərəf getməyə başladım. Babam çox vaxt yamacın üstündəki qırıq ağaclar tərəfdə çadır qurub, ova oradan gedərdi. Bunu bildiyim üçün birbaşa ora getdim. Hava da yavaş-yavaş qaralırdı. Çadır qurduğu yerə çatdığımda çadır oradaydı. Amma babam ortalıqda yox idi. Gözləyim mütləq gələcək deyərkən gətirdiyim şeyləri çadırın yanına qoyub gözləməyə başladım. Bir neçə saat sonra babam gəldi. Neynədin bala, gətirdin dediklərimi dedi. Ocaqda qalamışam. Üşümüsən, yəqin, gəl dedim. Ocağın yanına gəlib, dəyişiklik yaxşı olur. Meşədə olmağı sevirəm. Sabah sübh tezdən ova çıxarıq. İndi bir şeylər yeyib yataq dedi. Yaxşı baba dedim. Gətirdiklərimizdən yemək hazırlayıb yeyib yatdıq. Nə qədər yatdığımızı xatırlamıram, amma babamın məni dürtməsi ilə oyandım. Qalx gedər, mənim də gəl deyərək çadırdan çıxdı. Tez qalxıb ayaqqabımı geyinib, babamın arxasınca getməyə başladım. Ağacların arası ilə gedirdik. Ara sıra əsnəyib, baba ilə hava açılmayıb, hara gedirik deyirdim. Əli ilə gəl-gəl işarəsi edib davam edirdik meşəlikdə. Birdən babam gözdən itdi. Baba, baba deyərək səslənsəm də cavab vermirdi. Babamı axtararkən ağacların arasında babamın arvadı çıxdı. Babam hardadır dedim. O getdi. Onun getdiyi yerə sən də gedəcəksən deyərək üstümə gəlməyə başladı. Arxama belə baxmadan çadır tərəfə qaçmağa başladım. Qaça-qaça Allahım sən özün kömək ol dediyimi xatırlayıram. Bir müddət sonra çadıra çatmışdım. Çadırın içinə girib tüfəngi əlimə alıb gözləməyə başladım. Bir yandan da dua oxuyurdum. Ən xırda belə hərəkətlilikdə atəş açacaqdım. Bir müddət sonra hava aydınlandı. Çadırdan çıxıb ətrafa baxdıqdan sonra kəndə tərəf qaçmağa başladım. Yamazdan aşağı qaça-qaça enirdim. Ayağım birdən ilişdi. Son xatırladığım başımı əllərimlə tutmağım və belimdəki ağrı idi. Nə qədər huşsuz vəziyyətdə qaldım bilmirəm. Amma gözlərimi açdığımda bir neçə kəndli başımın üstünə yığışmışdı. İmamın evində idim. Nə oldu? Niyə bura gəlmişəm dedim. Səni huşsuz vəziyyətdə tapıblar. Mənə gətirdilər dedi. Babam hardadır? Onu görmüsünüz? Onu tapmalıyam deyərək həyəcanla yerimdən qalxdım. Belimdəki ağrı canımı çox yandırırdı. Bala sakitlər, sən yaxşı deyilsən. Baban nənən öldükdən qısa bir müddət sonra vəfat etdi dedi.
Yadından çıxıb, cənazə namazını mən qıldırmışam dedi. Babam yaşayır. Gecə mənimlə idi. Ova getdik. Hətta cin arvadı var idi dedim. Mənə baban getdi. Sən də onun yanına gedəcəksən dedi. Səndən kömək istədim. Sən də mənə qonşu kənddə bir adam məsləhət gördün. Yox bala, mənim yanıma heç gəlməmisən. Bu məsələlərdə biz heç danışmamışıq. Bu işlərlə məşğul olan bir tanışım var. Amma sənə heç onu məsləhət görməmişəm dedi. Bax dayı, əgər bu şeylər bir oyunsa heç gülməli deyil. Dəli olacam. Mənə kömək elə dedim. Gedək bala. Əgər sən özünü yaxşı hiss edərsənsə, gedək dedi. Bizim kəndin imamı ilə birlikdə o adamın evinə getdik. Ev və adam eyni idi. Hətta əşyaların yeri belə eyni idi. O adama yaşadığım şeyləri və hadisəni danışdım. Bala, sənlə oyun oynayıblar. Dəli olub özünü öldürməyini istəyirlər. Sizin nəslinizi qurutmaq istəyirlər dedi. Başa düşdüm, kömək edin deyə ağlamağa başladım. Babamın öldüyünü belə xatırlamırdım. Necə mümkün ola bilərdi? Yaşadığım günlərin hamısı xəyal idi. O adam burada izah edə bilməyəcəyim şeylər etməyə başladı. Amma sizə önümdəki şəffaf suyun yanmağa başladığını deyə bilərəm. Mənə içində çox uzun bir yazı olan bir kağız verdi. Qorxma, artıq səninlə heç bir işləri olmayacaq, qurtuldun. O kağızı boynumdan astım. O adam mənə hər işin başında Allahın adını çək, dualarını əks etmə dedi. O adama təşəkkür edib kəndimizin imamı ilə birlikdə oradan ayrıldıq. Babamla nənəmin məzarına getdik. Dua etdikdən sonra mən evə gəldim. Çox şükür o gündən sonra başıma heç nə gəlməyib və psixologiyam hələ də düzəlməyib. Hələ də müalicə alıram. Daha çox videolarımızdan xəbərdar olmaq üçün abunə olmağı və fikirlərinizi bölüşməyi unutmayın.